Səslərə bir dənə nəzarət eləyərsiniz. Deməli, müəllimlər, fiziki mədəniyyət məşğələsi bilirsiniz bizim 1.1 standartımıza, yəni fiziki hərəkətləri yerinə yetiriş standartına xidmət edən bir məşğələdir ki, onun alt standartlarını reallaşdırır. Alt standartları ayrı-ayrılıqda mən sizə izah eləmişəm. Yəni, baxmaq istəsəz, ona bir də təkrar baxarsınız, qeydlərinizi götürərsiniz, təkrarlayarsınız. Çünki onun qeydi artıq var deyə mən bir də təkrardan onu izah etməyəcəm. Amma hər məşğələni öyrənərkən sizdən istəyim budur ki, çalışın onun alt standartlarını bir dəfə təkrar edin. Fiziki mədəniyyəti mən indi burada təkrar etdirmirəm, amma video qeydi var, oradan baxacaqsınız. Amma digər məşğələlərimiz, riyaziyyat olsun, ətraf aləm olsun, bədii təfəkkür, savad təlim olsun, mən onun standartlarını bir də sizə təzədən izah edəcəm. Amma fiziki mədəniyyətə özünüz baxarsınız. Fiziki mədəniyyət məşğələsi 1-3 yaşda hərəkətlərin inkişafı adı ilə təşkil olunur. Artıq 3-6 yaşda fiziki mədəniyyət məşğələsi olaraq təşkil olunur və belə çıxır ki, onda fiziki mədəniyyət məşğələsi orta qrupdan etibarən təşkil olunur. Və fiziki mədəniyyət məşğələsində fiziki inkişafın təşkil edilməsi üçün bizə iş üsulları lazımdır. Bu iş üsulları rəsmi qaydada frontal, qrup və fərdi olaraq verilir. Frontal iş forması nədir? Qrup iş forması nədir? Fərdi iş forması nədir? Frontal dediyimiz zaman birinci növbədə yadınızda qalsın. Front sözündən mənası front, qarşıda deməkdir. Yəni, tərbiyəçi ilə uşaqların daimi qarşılıqlı əlaqəsinə əsaslanan bir iş formasıdır. Və bu iş formasında müəllimə qarşıda dayanır. Hansı ki, müəllimə burada qarşıda dayanacaq. Və uşaqlar isə onun, belə deyək, qarşısında olacaqlar və müəllimə elədiyi hərəkətləri uşaqlar birə-bir təkrar edəcəklər. Yəni, frontal iş formasının mahiyyəti, özəyi bundan ibarətdir ki, müəllimənin etdiyi hərəkətləri uşaqlar müəlliməyə baxıb təkrar edəcək. Deməli, açar sözümüz nə olacaq? Frontal iş formasında uşaqların hamısına eyni hərəkətlər təklif olunur. Yəni, hamı eyni zamanda eyni hərəkətləri edəcək. Eyni anda eyni hərəkətlər. Bu, frontalın ən əsas açar sözlərindən biridir. Və burada müəllimə ilə uşaqların qarşılıqlı əlaqəsi mütləqdir. Daha sonra, frontal iş formasında ən çox biz yeni hərəkətlərin öyrədilməsi və köhnə hərəkətlərin möhkəmləndirilməsi zamanı istifadə edirik. Yəni, hansı ki, biz əgər uşaqlara yeni hərəkətləri öyrədiriksə frontaldan, köhnələri də möhkəmləndiririksə, frontal iş formasından istifadə edəcəyik. Və frontal iş forması ən çox məşğələnin əsas mərhələsində istifadə olunur. İndi mən təkrar deyəcəm ki, beyninizdə sistemləşsin. Baxın, frontalın qaydası nə oldu? Frontalın qaydası 1. Müəllimlə, tərbiyəçi ilə uşaqların qarşılıqlı əlaqəsi mütləqdir. Bu 1. Eyni anda eyni hərəkətlər təkrar olunur. 2. Daha çox məşğələnin əsas mərhələsində istifadə olunur. 3. Yeni hərəkətlərin öyrədilməsi, köhnə hərəkətlərin möhkəmləndirilməsi zamanı istifadə olunur. 4. Bu bizim artıq açar sözlərimizdir. Yadınızda qalsın. Bu belə. İndi gəlin, keçək fərdi iş formasına. Fərdi iş forması bizə onsuz da hardan tanışdı? İş üsulları iş forması dərsimizdən, öyrənmə fəaliyyətlərindən tanışdı. Bəs fərdi iş formasını biz fiziki mədəniyyət məşğələsində necə tətbiq edirik? Artıq fərdi iş formasında uşaqlar ayrı-ayrılıqda, yəni ayrı-ayrılıqda sözü bizə tanış gəlməlidir ki, bu artıq ayrı-ayrılıqda deyirsə, deməli mən uşağa artıq fərdi iş formasından istifadə edəcəm. Və tərbiyəçinin nəzarəti altında uşaqlara verilən, yəni ayrı-ayrılıqda uşaqlara verilən tapşırıqlar tərbiyəçinin nəzarəti altında yerinə yetiriləcək. Və burada ən çox fərdi iş formasından biz daha çox uşaqların xüsusilə ehtiyat elədikləri hərəkətlər zamanı, məsəl üçün irəliyə və hündürlüyə tullanma kimi tapşırıqlarda daha çox, yəni belə çətin situasiyalı, daha çox ehtiyat tələb edən tapşırıqlar zamanı, hansı ki, uşaq irəliyə tullanır, hündürlüyə tullanır. Baxın, bu zaman biz fərdi iş formasından daha çox istifadə edirik. Və fərdi iş formasında uşaqlar, bir uşaq, məsəl üçün, bu hərəkəti yerinə yetirirsə, digər uşaqlar da həmin hərəkətin icrasını müşahidə edir, onun müsbətini, mənfisini qeyd edirlər. Deməli, açar söz. Sabah testdə desə ki, fiziki mədəniyyət məşğələsində hansı iş formasında digər uşaqlar hərəkətlərin icrasını müşahidə edib, onun müsbət və mənfi tərəflərini qeyd edir,
ayrı-ayrılıqda tapşırıqlar uşaqlara verilir. Uşaqların xüsusilə ehtiyat elədikləri hərəkətlər bu iş formasında, yəni hündürlüyə tullanma, irəliyə tullanma kimi hərəkətlərin yerinə yetirilməsi zamanı bu iş formasından istifadə olunur. Bilin ki, bu iş forması bizim fərdi iş formamız olacaq. Bu da fərdi iş forması. İndi gəldik qruplar iş formasına. Qruplar iş forması da bizə tanış bir iş formasıdır. Hansı ki, biz bunu da öyrənmə fəaliyyətlərini öyrəndiyimiz zaman demişdik ki, qruplar iş formasının əsas açar sözləri nələrdir? Amma o qruplarla bu qrupların biraz fərqi var. Çünki o qruplar iş formasını, o fərdi iş formasını biz daha çox idraki məşğələlərdə istifadə edirdiksə, amma burada artıq biz hərəkətlər, fiziki mədəniyyət məşğələsində qrup iş formasından istifadə edəcəyik. Və burada uşaqları biz bir neçə qrupa bölürük. Və tərbiyəçinin rəhbərliyi altında hər hansısa bir hərəkətin təkrar edilməsinə uşaqlar cəlb edilir. Yəni, bu təkrar sözü sizi çaşdırmasın. Orada başlanğıcda nə deyir? Bir neçə qrupa bölünərək deyir. Deməli, qrupa bölünürsə də qruplar iş formasıdır. Və burada biz uşaqları ən azı bir 3-4 qrupa bölürük və hər qrupa müxtəlif tapşırıqlar veririk. Məsəl üçün, bir qrupun üzvləri topu hədəfə atır, bir qrupun üzvləri gimnastik skamya üzərində gəzir, o biri qrupun üzvləri halqanın içərisindən keçir. Yəni, bu formada hərəsi müxtəlif hərəkətləri yerinə yetirir. Və bir qrup öz işini, yəni ona verilən hərəkəti yerinə yetirdikdən sonra digər qrupun hərəkətlərini də icra edir. Yəni, bir növ bu hərəkətlər bütün qruplar tərəfindən təkrarlanır. Yəni, məsəl üçün, halqanın içərisindən keçən uşaq sonra gəlir, skamyanın üstündə gəzir. Skamyanın üstündən gəzən topu gəlir, hədəfə atır. Yəni, o 4 qrup varsa, 3 qrup varsa, onlar hamısı bir-birinə aid olan tapşırıqları təkrar icra edirlər. Yəni, sanki dövr edir. Dövr. Bu artıq qruplar iş formasında özünü göstərəcək. Bu da belə. Bir də bizim rəsmi mənbələrdə olmayan kollektiv var. Bir də konveyer var. Konveyer əslində burada yer alır. Amma daha çox konveyerin mahiyyəti budur ki, ardıcıllıq deməkdir. Yəni, harada bir növbəti sözünü gördünüzsə, estafet. Estafet nə deməkdir? Yəni, bir sistemli şəkildə işin getməsi, ardıcıllıq. Yəni, əvvəlcə tutaq ki, deyirəm, bir videonu mən çəkirəm, sonra deyirəm ki, indi estafeti ötürürəm Nigar müəlliməyə. Estafeti ötürdüm, yəni ardıcıllığı ötürdüm. İndi Nigar müəllimə. İndi Nigar müəllimə davam edəcək onu. Sonra Nigar müəllimə deyir, estafeti ötürürəm, məsəl üçün iş yoldaşım Şəhla müəlliməyə. Yəni, beləliklə nə olur? Estafet, ardıcıllıq. Və ardıcıllıq sözünü harda görsəz, estafet sözünü harda görsəz, növbəti uşaq artıq bir növ ardıcıl şəkildə o hərəkəti edirsə, məsəl üçün, burada nümunə veribdir. Fikir verirsinizmi? Baxın, uşaqlar necə ardıcıl edir. Məsəl üçün, biri qalxır, sonra digəri onun ardınca artıq o da qalxır. Məsəl üçün, biri burada artıq aşırsa, biri burada tullanırsa, bu edir, onun ardınca gəlir ikinci uşaq edir. Yəni, bir növ ardıcıllıq varsa, bu artıq olacaq nə? Konveyer iş forması. Bu da yadınızda qalsın. Bu da belə. İndi gəlin keçək bizim fiziki mədəniyyət məşğələsində fiziki inkişafın təşkil edilməsi üçün istifadə edilən metodlara. Hansı ki, bu metodlar hansılardır? Fiziki mədəniyyət məşğələsində biz frontal, qrup və fərdi iş formalarında məşğələ aparan tərbiyəçi müxtəlif fiziki hərəkətləri uşaqlar tərəfindən yaxşı mənimsəmələri üçün bir sıra metodlardan istifadə edir. Bu metodlar hansılardır? Birinci növbədə yadınızda qalsın, hərəkətin izah edilməsi və göstərilməsi. Bu ikisi bir arada olmalıdır. Çünki ola bilər ki, biz aşağı yaş qruplarında olaq və yaxud elə orta qrupun özündə olaq, amma hərəkətləri sadəcə izah edək. Uşaqlar izah etməklə başa düşməyə də bilərlər. Yəni, mən onu mütləqdir ki, həm izah edim, həm də göstərim. O zaman artıq kompleks formada uşaq həm görəcək, həm də izah etdiyim əsasında onu mənimsəmiş olacaq. Deməli, hərəkətlərin izahı və göstərilməsi birincidir. Daha sonra uşaqlar hərəkətləri təkrarlayacaq. Sonra müəllimə konkret tapşırıq yolu ilə hərəkətləri bir də öyrədəcək və sonda isə artıq hərəkətlərin möhkəmləndirilməsi ilə bu metodlar tamamlanacaq. Təkrar edək. Hərəkətin izah edilməsi və göstərilməsi, uşaqlar tərəfindən hərəkətlərin təkrarlanması, konkret tapşırıq yolu ilə hərəkətlərin öyrədilib, ən sonda da hərəkətlərin möhkəmləndirilməsi, fiziki inkişafın
daha doğrusu fiziki inkişafın təşkil edilməsi üçün istifadə olunan metodlardır. Hansı metodlar oldu? 4 dənə metod oldu. Hərəkətin izah edilib göstərilməsi, hərəkətin təkrarlanması, konkret tapşırıq yolu ilə hərəkətlərin öyrədilib, ən sonunda da hərəkətlərin möhkəmləndirilməsi. Qeyd etdiyim kimi, müəllimə əvvəlcə izah edir, daha sonra izahat əsasında uşaqlara konkret şəkildə göstərir. Məsəl üçün, biz aşağı yaş qrupunda uşağa topu tut, topu diyirlət, hoppan və digər ifadələrin nə demək olduğunu izah etməklə bərabər, həm də onlara göstərməliyik. Ona görə də dediyim kimi, həm izah, həm də göstərmək mütləqdir. Sonra gəldik burada, bizə lazımdır fiziki tapşırıqların öyrənmə mərhələləri. Birinci növbədə fiziki tapşırıqların öyrənmə mərhələlərində də nə edirik? İlkin tapşırıqları tərbiyəçi göstərir, dəqiq göstərir. Uşaq artıq dəqiq bir formada həmin hərəkətləri görür. Sonra təkmilləşdirilmiş öyrənmə baş verir. Təkmilləşdirilmiş öyrənmə artıq uşaqlar o hərəkətləri edə-edə nə edirlər? Məşğələ prosesində təkmilləşirlər. Daha sonra möhkəmləndiririk. Daha sonra isə ən sonda isə artıq uşaqlarda yaradıcılıq, yəni artıq uşaqlar özləri o hərəkəti edə-edə hətta ona bir yaradıcılıq da, bir yaradıcı müəyyən bir hərəkətlər də qata bilirlər. Onda deməli, fiziki tapşırığın öyrənmə mərhələsi də 4 mərhələdən ibarət olacaq. Belə ki, birinci tapşırıqlar pedaqoq tərəfindən dəqiq göstəriləcək. Təkmilləşdirilmiş öyrənmə, uşaq artıq təkmilləşəcək məşğələ prosesində hərəkətləri edə-edə, sonra möhkəmlənəcək, ən sonda isə artıq təkmilləşərək yaradıcılığı özündə əks etdirəcək. Bu belə. Bir də burada yazılmayıb, amma ehtimal edirəm ki, düşə bilər. Artinin bu ən son verdiyi bizə məlumat PDF-dir, fiziki mədəniyyət məşğələsi haqqında. Mən yazılmayanlarda sizlər üçün deyəcəm ki, sabah gedəndə necə deyim, deməyəsiniz. Birdən hər ehtimal düşsə belə cavablandıra biləsiniz. Məsəl üçün, deyir ki, fiziki mədəniyyət məşğələsinin yüksək səmərə verməsi üçün qarşıya bir sıra tələbləri qoyulur. Bu tələblər hansılardır? Zal və ya idman meydançasının hazırlanması, məşğələ planının düzgün tərtib olunması, tərbiyəçi müəllimin məşğələyə hazırlığı, məşğələnin təşkili, məşğələnin keçirilmə metodikası. Deməli, necə oldu? Fiziki mədəniyyət məşğələsinin yüksək səviyyədə səmərə verməsi üçün qarşıya qoyulan tələblər hansılar oldu? Zal və idman meydançasının hazırlanması, məşğələ planının düzgün tərtib olunması, tərbiyəçi müəllimin məşğələyə hazırlığı, məşğələnin təşkili, məşğələnin keçirilmə metodikası. Bir də var tərbiyəçiyə verilən tələblər. Tərbiyəçiyə verilən tələblər nələrdir? Tərbiyəçi fiziki hərəkətlərin nümayişi zamanı müxtəlif təlim metodlarına istifadə etməlidir. Uşaqların hərəkətləri və əhval-ruhiyyəsinə nəzarət etməlidir. Nitq mədəniyyəti olmalıdır, mülayim səs tonuna malik olmalıdır, nəzakətli və xoş əhval-ruhiyyədə olmalıdır, məşğələni düzgün yekunlaşdırmalıdır. Buna da deyilir nə? Tərbiyəçiyə verilən tələblər. Bu belə. Və fiziki mədəniyyət məşğələsində burada bizim dövlət tərəfindən hansı ki, rəsmi qaydada verilən bir sənəd olduğu üçün, PDF olduğu üçün burada fiziki mədəniyyət məşğələsinin nümunəsi verilib. İndi bir dənə bu nümunəni də analiz edək. Çünki bu nümunədən bizə suallar düşə bilər. Hansı suallar desəz? Məsəl üçün, müəllimlər, diqqət yetirsəz, deyir ki, yerində uzundan müxtəlif istiqamətlərə doğru ip üzərindən tullanır. İp sözü varsa, bu məktəbə hazırlıq qrupunun standartıdır. Deməli, bu məktəbə hazırlıq qrupunun bir cari planıdır, həftəlik planıdır. İndi baxırıq. Yazılıb qeyd. Qeyddə yazılıb ki, 1-1-2-də nəzərdə tutulmuş bacarıqları inkişaf etdirmək məqsədindən yayınmamaq üçün bir təlim nəticəsini, yəni alt standartı əsas götürmək, digərlərindən isə inteqrasiya edilmiş şəkildə istifadə etmək tövsiyə olunur. Bu nə deməkdir? Yəni, deyir ki, tutaq ki, deyirəm, bugün Bahar müəllimənin məqsədi uşaqlara ip üzərindən tullanmağa aid, yəni bu alt standarta uyğun bir məşğələ çıxarmaqdırsa, müəllimə məqsədini bu standart əsasən yazmalıdır. Artıq ikinci bir alt standartdan istifadə etməməlidir məqsəd üçün. Baxın, məqsəd üçün deyirəm. Yəni deyir, əgər sənin məqsədin ip üzərindən tullanmaqdırsa, sən bunu 1-1-2 ilə ver. Daha götürüb 1-1-2-nin yanında 2-2-1-i də yazma. 2-2-1-i yazmaq istəyirsənsə əgər, onu inteqrasiya kimi yaz. Yəni, onu artıq məqsəd kimi yox,
inteqrasiya edilmiş şəkildə yaz deyir. Aydın oldu mu müəllimlər? Yəni deyir ki, biz bir təlim nəticəsi üçün bir dənə alt standart əsas götürə bilərik. Artıq ikinci alt standart inteqrasiya xarakteri daşıyacaq. Yəni o artıq məqsəd xarakteri daşımamalıdır deyir. Sabah testdə deyə bilər ki, gözəl bir nümunədir. Müəllimə fiziki mədəniyyət məşğələsində ikinci bir məqsəd kimi 2-2-1-dən istifadə edə bilər. Birbaşa yanlışdır. Çünki mən fiziki mədəniyyət məşğələsində əgər mənim məqsədim yerində uzunluğa müxtəlif istiqamətlərə doğru ip üzərindən tullanırdan alt standartdan, yəni məqsəd çıxarıramsa, elə mənim bir dənə bu alt standartdan istifadə etmə hüququm var. Mən artıq ikinci bir alt standartı məqsəd çıxarmaq üçün istifadə etməməliyəm. İkinci bir alt standartı ancaq inteqrasiya etmək məqsədi ilə istifadə edə bilərəm. Yəqin ki, fikrim sizə aydın oldu. İzah edə bildim müəllimlər bura qədər? Yoxsa qaranlıq qaldı? Qaranlıq qaldısa səsi açın deyin, təkrar izah edim. Hər vaxtınız xeyir. Bəli, yəni bir dənə standartdan məqsəd çıxara bilərsiniz. Artıq ikinci alt standart sizin inteqrasiyanız üçün istifadə olunacaq. Aydın oldu mu? Elə burada da yazılıb. Yazılıb ki, 1-1-2-də nəzərdə tutulmuş bacarıqlara inkişaf etdirmək məqsədindən yayınmamaq üçün bir təlim nəticəsini, yəni alt standart əsas götürmək, digərlərindən isə inteqrasiya edilmiş şəkildə istifadə etmək tövsiyə olunur. Burada da elə mən dediklərimi elmi dildə yazıblar. Bu belə. Sonra burada mövzunu verib ki, cəngəllikdə bir gün. Sonra məqsədi çıxarıb. Yerində 2 ayaq üstündə hoppanır iplə. Yerində bir ayaq üstündə hoppanır iplə. İplə hoppanaraq maneəni keçir. Və sonuncu olaraq qaydalara riayət edir. Bunu da hansı ilə verəcək? Qaydalara riayət edir, artıq bunu verəcək bizim 4-cü inkişaf sahəmizdən. Çünki qaydalar hardadır? 4-cü inkişaf sahəsində. 4.2 ilə deyək. 4.2 ilə verib. Bu da belə. İndi qeydimiz var burada. Görək qeydimizdə nə yazılıb? Deyir, mövzunun qrupdakı uşaqların maraq və ehtiyaclarını nəzərə almaqla seçilməsi tövsiyə olunur. Yəni, mövzu seçərkən cəngəlikdə bir gün seçib müəllimə. Niyə görə bunu seçib? Çünki uşaqların uşaq yönümlülük prinsipinin tələblərini qorumaq üçün belə bir mövzusuna ad qoyub ki, uşaq yönümlülük qorusun və uşağın marağını, ehtiyacını nəzərə alsın. Bu belə. Daha sonra məqsədin qarşısında da qeydimiz var. Deyir ki, seçilmiş alt standarta çatmaq üçün müəllim uşaqlara veriləcək tapşırıqları, addımları müəyyənləşdirir. Addımları müəyyənləşdirirsə, deməli müəllimə SMART-ın əlçatanlığını qorumuş olur. Niyə görə əlçatanlıq? Baxın, deyir, müəllimə uşaqlara veriləcək tapşırıqları, addımları müəyyənləşdirir. Bu deməkdir ki, müəllimə addım-addım məqsədi çıxarıb. Necə addım-addım? Diferensiallığı və əlçatanlığı qoruyaraq sadədən mürəkkəbə doğru. Baxın, hansı ki, birinci məqsədə görürsünüz nə qədər sadədir. 2 ayaq üstündə hoppanır. Bu sadədir. Qrupumuzun zəif uşaqları üçün seçilib. İkinci məqsəd yerində bir ayaq üstündə hoppanır. Biraz qəlizləşdi, orta səviyyəli. Artıq uşaq iplə hoppanaraq maneəni keçir. Bu artıq bizim qrupumuzun o əjdahalar üçündür. Deməli, müəllimə neynədir? Alt standarta, məqsədə çatmaq üçün addımlarını sadədən mürəkkəbə doğru əlçatanlıq əsasında, diferensiallıq əsasında müəyyənləşdirmiş oldu. Bu da aydın oldu müəllimlər. Yəni, sabah desək ki, müəllimə alt standarta çatmaq üçün uşaqlara veriləcək addımları müəyyənləşdirir. Bu SMART-ın hansı tələbidir? Bilin ki, A, achievable, yəni əlçatanlıq tələbidir. İndi gələk bura. Burada yanlış yazılmış məqsəd nümunəsi verilib, sabah bunu da imtahana sala bilər. Deyəcək, aşağıdakılardan hansı fiziki mədəniyyət məşğələsinə aid yanlış məqsəd nümunəsidir, hansı isə doğru yazılmış məqsəd nümunəsidir. Biz də onsuz da bilirik ki, bizim doğru yazacağımız məqsəd nümunəsi SMART-ın bütün tələblərini özündə əks etdirməlidir və məqsəd çıxararkən biz ümumi yox, xüsusi, spesifik formada məqsədimizi çıxarmalıyıq. Hansı ki, baxın, hərəki fəallıq nümayiş etdirir. Hansı hərəki fəallıq? Ay müəllimə, nə demək istəyirsiniz? Hansı hərəki fəallıq? Bir də var, artıq qeyd edirəm, yerində 2 ayaq üstündə hoppanır iplə.
Görün nə qədər dəqiq və konkret, spesifik Smartın sığısını qoruyaraq. Artıq buna deyirik biz doğru yazılmış məqsəd nümunəsi. Sərbəst hərəkətlər göstərir. Hansı sərbəst hərəkətləri ay müəllimə? Yenə dəqiq deyil. Yerində bir ayaq üstündə hoppanır iplə. Artıq bu yenə spesifik və dəqiq məqsəd nümunəsidir. Maneələrdən çəkinmir. Hansı maneələr? Yenə dəqiq və spesifik deyil. Yəni yanlışdır. İplə hoppanaraq maneəni keçir. Artıq bu dəqiq, spesifik qeyd olunub ki, uşaq nəyi belə deyək, hansı maneədir, nədən çəkinmir? Bu artıq burada dəqiq formada qeyd olunub. Qaydalarla tanışdır. Hansı qaydalar? Dəqiq deyil. Qaydalara əməl edir, sırasını gözləyir, özünə aid olan oyun aksesuarlarından istifadə edir, əşyaları yerinə qoyur. Artıq burada dəqiq olaraq hansı qaydalar olduğu yazılıb. Deməli, yanlış məqsədlər əsasən ümumi formada verildi. Doğru məqsədlər isə artıq dəqiq və spesifik formada qeyd olundu. Burada da mən dediklərim elmi formada yazılıb. İstəsəz oxuyarsınız. Hansı ki, təlim məqsədini ümumi sözlərlə yazmaq yanlışdır. Çünki bu zaman müəllim seçdiyi alt standartı necə reallaşdıracağını dəqiq bilməyəcək. Əgər tərbiyəçi müəllim alt standartın nə dərəcədə yaxınlaşdığını görmürsə, o zaman uşaqların inkişafını da izləyə bilməyəcək. Bu formada qeyd olunub. İnteqrasiyasında fikir verirsinizsə 2-1-3-lə. Ətraf aləmdə baş verən hadisələri, iqlim, heyvanlar haqqında ilkin təsəvvürlərini təsvir edir. Gördüyünüz kimi yenə belə deyək, inteqrasiyada yaş qrupu olaraq məktəbə hazırlıq qrupunun ətraf aləmlə tanışlığı iləndir. Fəaliyyətini qrupun qaydalarına uyğun tənzimləyir. Yenə məktəbə hazırlıq qrupu iləndir. İş forması olaraq kollektiv və qrup verib. Üsullardan ən çox mənə sual verilir ki, fiziki mədəniyyətdə hansı iş üsullarından istifadə etməyimiz məqsədə uyğundur. Müəllimlər, biz əqli hücumdan da istifadə edə bilərik bizim fiziki mədəniyyətdə. Suallardan bir də oyunlar üsulundan, yəni oyunlar dediyimiz rollu oyunlar istifadə etməyimiz məqsədə müvafiqdir. Müzakirə bura aid olmayacaq, çünki müzakirə daha çox idraki məşğələlərdə uşaqlar əsaslandırır. Uşaqlar orada artıq problem həll edir deyə. Burada fiziki mədəniyyətdə elə də bir problemə dayanıq məsələlər olmadığı üçün, daha çox hərəkətlərə yönəlik olduğu üçün. Ona görə burada müvafiq olar ki, suallardan, oyunlardan və əqli hücumdan istifadə olunsun. Resursları da verib burada baxa bilərsiniz. Sadəcə olaraq burada elmi cümlələrdir, beyninizi yormaq istəmədim. Qalan bütün əsas məqamları sadə dildə mən sizə izah etdim. Bu formada bilsəz kifayətdir. İndi gəlin keçək fiziki mədəniyyət məşğələsinin mərhələlərinə. Hansı ki, birinci mərhələmiz? Bəli. Aha, verin. Bəli, bəli. Eyni yaş qrupundadır deyə üfüqi inteqrasiyadır. Çünki mən sizə dedim də, keçən dərsdə sizə demişdim ki, ola bilər ki, inkişaf sahəsi eyni olsun, amma yaş qrupuna da xüsusi diqqət yetirərsiniz. Əgər yaş qrupu eynidirsə, üfüqi götürürük. Yaş qrupu müxtəlifsə şaquli. Bir-bir-iki yox, 2-1-1. Müəllimə çaşdı, 1-1-2 dedi, 2-1-1. Ətraf aləmlə tanışlıq verilir burada. Daha doğrusu 2-1-3 verilib və burada da 1-1-2 verilib. Yəni, bu üfüqi inteqrasiyadır. Burada həm inkişaf sahəsi fərqlidir, həm də yaş qrupu eynidir. Amma bir də biz demişdik, axı, mən keçən dəfə sizə izah eləmişdim ki, birdən onlar testlərdə, düzdür, miqdə inanmıram, o bəzi təlimçilərin testlərində, o hansı ki, Google Chrome formasında testlərində özləri hazırlayır, amma heç dövlətin özünün hazırladığı testlərdə elə bir şeylə rastlaşmamışıq. Yəni, ola bilər ki, qarşınızda 0% olsa, ehtimalla çıxsa belə, orada əgər, tutaq ki, deyirəm, fiziki mədəniyyətlə ilkin gigiyenanı deyək də, masa arxasında davranışı əlaqələndirir və eyni yaş qrupunda edir bunu. Və burada artıq siz şaquli götürməyəcəksiniz, çünki eyni yaş qrupu var deyə biz onu üfüqi götürürük məcburən. Amma müxtəlif yaş qrupu olsaydı biz onu şaquli götürəcəkdik. Onu sizə mən demişdim keçən dəfə səhv etməz. Hə, onu soruşmaq istəyirdiniz, bəli. Yəni o halda biz onu üfüqi götürəcəyik. Amma bu halda artıq inkişaf sahəsi də fərqlidir və yaş qrupu isə eynidir. Bu artıq üfüqi olacaqdır tam olaraq. Yəni üfüqinin qaydası burada özünü göstərir. Amma bir də var sadəcə yaş qrupuna görə onu düzdür. Mən yenə deyirəm ki, yəni testlərdə
dövlətin özünün MİQ imtahanı olsun, diaqnostikası olsun, elə bir şey yaşanmayıb. Bu belə. İndi gəlin keçək hazırlayıcı mərhələyə. Hazırlayıcı mərhələ adından da məlumdur. Bəzən buna giriş, bəzən hazırlayıcı mərhələ deyilir. Keçmiş olan PDF-lərdə 2022-2023-cü illərdə olan PDF-lərdə giriş mərhələ kimi verilir, amma hal-hazırki, yəni son Artinin özünün məlumatlarında hazırlayıcı mərhələ kimi qeyd olunur. Və bu mərhələdə bizim uşaqlarımız nə edəcək? Bu mərhələ, giriş hissə, hazırlayıcı mərhələ kiçik qruplarda 2-4 dəqiqə təşkil olunur, orta qruplarda 3-5 dəqiqə təşkil olunur, böyük qruplarda, yəni böyük və məktəbə hazırlıq qruplarında isə 4-6 dəqiqəni əhatə edir. Və giriş hissədə, yəni hazırlayıcı mərhələdə biz uşaqları hələ məşğələyə marağını, yəni hələ maraqlandırırıq, hələ onların əhval-ruhiyyəsini yüksəldirik, onların diqqətini cəmləşdiririk, onların hazırlıq dərəcəsini yoxlayırıq. Beləliklə, onların daha çox məşğələnin əsas hissəsinə hazırlamış oluruq. Niyə görə hazırlayıcı mərhələdir adı? Çünki biz hazırlayıcı mərhələnin vasitəsilə uşaqları birbaşa olaraq nə edirik? Əsas mərhələyə hazırlamış oluruq. Çünki əsas mərhələ çox belə dinamik mərhələdir, çox belə hərəkətli mərhələdir deyə biz uşağı birdən-birə o hərəkətə adaptasiya edə bilmərik. Ona görə biz onu yavaş-yavaş hazırlayıcı mərhələdə artıq isidirik bədənini. Ondan sonra artıq əsas mərhələyə xas olan fəaliyyətləri uşaqlara təqdim edirik. Deməli, onda bu mərhələdə uşaqların sağlamlığı üçün son dərəcə əhəmiyyətlidir. Çünki biz uşaqları bu hərəkətlər vasitəsilə, bu hazırlayıcı mərhələ vasitəsilə artıq fiziki bir fəallığa hazırlayırıq və zədələnmələrin qarşısını alırıq. Deməli, sabah testdə desək ki, hansı mərhələ uşağı fiziki, belə deyək, fəallığa hazırlayır, zədələnmələrin qarşısını alır, deyirsiniz, bizim hazırlayıcı mərhələmiz. Burada qeyd olunub. Burada qeyd olunanları da deyəcəm, qeyd olunmayanları da deyəcəm. Burada, yəni bizim hazırlayıcı mərhələmizdə biz uşağa yerimə, qaçma, pəncə daban üstündə gəzmə, sonra qrupun istiqamətini dəyişməklə gəzmə, ilanvari yeriş, kütlərlə gəzmə, əşyalar arasında bir-birinin ardınca, dağınıq halda gəzmə və digər hərəkətləri veririk ki, onları biz, necə deyərlər, fiziki şəkildə olan fəallığa hazırlamış olaq. Burada hansı oyundan istifadə olunur desəz, müəllimlər, hər bir mərhələnin özünə məxsus oyunu var. Burada daha çox meşə mənzərəsi oyunundan istifadə olunur. Baxın, burada qeyd olunub. Meşə mənzərəsi yaradır uşaqlar. Tərbiyəçi müəllim masanın üzərinə idman hərəkətləri göstərilən nömrələnmiş heyvan şəkilli kartlar düzür. Uşaqlar dairəyə düzülür. Müəllim uşaqlara sehirli kartların köməyi ilə meşənin sakinlərinə çevrilə biləcəklərini deyir. Bunun üçün seçdiyi kartda göstərilən pozaları yamsılamalı olduqlarını bildirir. Bu artıq bizim oldu hazırlayıcı mərhələmizin oyun növü. Burada da izahını verib ki, uşaqlar arasından 6 dənə könüllü seçilir. Hər uşaq növbə ilə dairənin mərkəzinə gəlir, seçdiyi kartdakı hərəkəti göstərir və bütün uşaqlar da onu təkrar edirlər. Tərbiyəçi müəllimi isə dairənin kənarı ilə gəzərək ehtiyac yarandıqda yaxınlaşıb uşaqların hərəkətinə düzəliş edir. Burada qeyd olunubdur. Bu qeydi mən əsas mərhələni bir dənə izah edim, ondan sonra sizə deyəcəm. Burada ümumi inkişaf etdirici hərəkətlərə aiddir. Onu mən deyəcəm sizə indi. İndi gəlin keçək biz ümumi inkişaf etdirici hərəkətlərin nə demək olduğuna. Ümumi inkişaf etdirici hərəkətlər burada gördüyünüz hərəkətlərdir. Baxın, hansı ki pozalar deyirik biz buna. Kəpənək pozası, qartal pozası, zürafə pozası, köpək pozası, flamingo pozası, ilan pozası. Səhv etmirəmsə, hansısa müəllim demişdi, diaqnostikada düşmüşdü pozalardan sual. Pozalardan sual düşüb deyə, ola bilər ki, indi sertifikasiyada da sual versinlər. Hansı ki, baxın, burada qeyd olunub ki, qartal pozası necə olmalıdır? İlkin vəziyyət, ayaqlar birlikdə, qollar yanda. Yəni, bu formada bunu verər və soruşar. Bu, hansı ümumi inkişaf etdirici hərəkətlərə aiddir? Siz də götürəcəksiniz qartal pozasına. Və yaxud verə bilər qarışıq formada, deyər indi qruplaşdırıb hansı pozaya uyğundur. Yəni, bunu da verə bilər. Ona görə hər ehtimala qarışıq, müəllimlər, hər ehtimala qarşı daha doğrusu, ən azı bir ikisini, üçünü öyrənin ki, ikisini, üçünü bilsəz,
testlərdir. İndi burada 7 poza var. İkisini, üçünü bilsəz, ən azından bilərsiniz ki, artıq bu qartaldımı, zürafədimi, flamingodumur. Yəni onları çıxarsınız, yerdə qalar köpək, kəpənək, ilan məsəl üçün. Ya da elə bir gücünüz varsa hamısını öyrənin. Yəni mənim məsləhətim öyrənməyinizdir. Çünki bilmirik. Sabah götürüb bunu verəcək qarışıq formada və deyəcək qruplaşdır. Siz də əgər bilirsinizsə qruplaşdıracaqsınız. Bilmirsinizsə elə qalacaq və yaxud səhvə yol verə biləcəksiniz. Məntiqinizlə də tapa bilərsiniz. Məsəl üçün zürafə pozasında sağ dizi, məsəl üçün mən bunu yadımda necə saxlamışam? Zürafəni sağla solla yadımda saxlamışam. Sı. Qartalı sağ, sonra ilkin sözü ilə yadımda saxlamışam bu formada. Flamingonu əllə və sağ ayaqla yadımda saxlamışam. Yəni özüm üçün belə bir metod kəşf eləmişəm. Köpəyi irəli və baş sözü ilə yadımda saxlamışam. Kəpənəyi pəncə ilə, dizlə yadımda saxlamışam. İlanı da daha çox dirsəkdən bükülməklə yadımda saxlamışam. Yəni bu formada özünüz üçün metod da kəşf edib öyrənə bilərsiniz. Və yaxud dediyim qaydada əvvəllər məsəl üçün mən özüm üçün sadəcə ikisini, üçünü öyrənirdim, amma indi artıq bu məndə vərdiş halını alıb deyə hər dəfə dərsdə izah edə o artıq mənim beynimdə möhkəmlənibdir. Yəni siz də onsuz da biz bunu digər qruplarla da bir daha təkrar edəcəyik. İndidən bir, necə deyərlər, başlanğıcı götürün özünüz üçün. Sonra artıq yavaş-yavaş hər dərsdə təkrar o sizdə də vərdiş halını alıb möhkəmlənəcəkdir. Bu belə. Və müəllimlər, ümumi inkişaf etdirici hərəkətlər əsas mərhələ üçün istifadə olunan bir hərəkətlərdir. Yəni daha çox ümumi inkişaf etdirici hərəkətlər uşaqları belə deyək, əsas mərhələdə özünü göstərir. Yəni bu hərəkətlər daha çox bizim əsas mərhələmizdə özünü göstərəcək. Və bəzən də hazırlayıcı mərhələdə özünü göstərir. Bəs fərqi nədir desəz? Fərqi budur ki, əsas mərhələdə bu hərəkətlər uşağa tanış olmur. Yəni uşağın bədəni bu hərəkətlərlə tanış deyilsə və uşaqlar bu hərəkətləri birinci dəfədir, birinci səfərdir edəcəksə, bu olacaq əsas mərhələdə istifadə olunan ümumi inkişaf etdirici hərəkətlər. Yox, uşağın artıq bədəni bu hərəkəti bilir. Uşaq artıq bu hərəkəti bir neçə dəfə edib və onun bədəni artıq bu hərəkətə öyrəşibsə və tanışdırsa, mən bu hərəkəti ona artıq əsas mərhələdə yox, bir növ hazırlayıcı mərhələdə isidici hərəkət kimi verəcəm. Hansı ki, burada qeyd olunub. Baxın, əgər deyir, ümumi inkişaf etdirici hərəkətlərin mənimsənilməsi sizin əsas məqsədiniz deyilsə, yəni siz o hərəkətləri birinci dəfə uşaqlara elətdirməyəcəksinizsə, etdirməyəcəksinizsə, deyir, o zaman uşaqların əvvəlcədən bildiyi tapşırıqları verin. Hazırlıq mərhələsində ümumi inkişaf etdirici hərəkətlər, isidici hərəkətlər kimi istifadə oluna bilər. Aydın oldu mu? Bu deməkdir ki, mən ümumi inkişaf etdirici hərəkətləri, yəni burada gördüyünüz pozaları uşaqlar bilmirsə, uşaqlara tanış deyilsə, əsas mərhələdə verəcəm. Uşaqlara tanışdırsa, onların bədənini isitmək üçün hazırlıq mərhələsində verəcəm. Yəni burada elmi dildə yazılıb, amma mən dediyim formada yadınızda saxlasaz, sabah səhvə yol verməyəcəksiniz. Sabah testdə desə ki, müəllimə uşaqlara pozaları, bədənlərini isitmək üçün verir. Bu hansı mərhələyə aiddir? Bilin ki, orada isitmək deyirsə, deməli bu hazırlayıcı mərhələdir. Amma desə ki, müəllimə uşaqlara ümumi inkişaf etdirici hərəkətləri onların belə deyək, birinci dəfədir etdiyi hərəkətlər üzərində təşkil edir, pozalar üzərində təşkil edir. Deməli, bu artıq əsas mərhələyə aid olacaq. Bu belə. Və ümumi inkişaf etdirici hərəkətləri biz birinci veririk əsas mərhələdə. Sonra ümumi inkişaf etdirici hərəkətlərdən sonra artıq yavaş-yavaş əsas mərhələdə oyunlara, yarışlara keçid edə bilirik. Yəni, ümumi inkişaf etdirici hərəkətlərin əsas məqsədi, əsas hissədə uşaqları yavaş-yavaş oyuna, yarışa hazırlayıb, onları orada artıq yumşaq keçid etdirməkdir. Bu belə. Dediyim kimi, ümumi inkişaf etdirici hərəkətlər də bunlardır. Gəldik əsas mərhələ. Əsas mərhələ burada da qeyd olunur. Ümumi inkişaf etdirici hərəkətlərdən fəal oyun və yarış mərhələsinə yumşaq keçid edilir. Ən dinamik oyunlar əsas mərhələdədir. Əsas hissəyə təxminən 20 dəqiqə vaxt ayrılır.
Əsas hissənin də yaş qrupları üzrə mərhələləri, daha doğrusu müddəti orta qrupda 15-18 dəqiqədir, böyük qrupda 20-22 dəqiqədir, artıq məktəbə hazırlıq qrupunda isə 25-28 dəqiqədir. Burada yazılmayıb, amma hər ehtimala mən sizə deyirəm ki, məlumatlı olun. Bu belə. Əsas mərhələdə də daha çox harda hərəkət, harda fəallıq, harda yarış, harda oyun gördünüzsə, bilin ki, əsas mərhələdir. Əsas mərhələdə baxın iplər. Deməli, iplə oyundur. Hansı mərhələdə olacaq? Baxın, verilib. Əsas mərhələdə olacaq. Daha çox uşaqlara iplə tullanma, iplə oyun, iplə hərəkətlərin yerinə yetirilməsi, məsəl üçün topun hədəfə atılması, qaçmaq, tullanmaq, hoppanmaq, daha sonra qruplar iş formasından istifadə edilib uşaqlara biri jimnastik skamyanın üstü ilə qaçır, biri halqanın içərisindən atlayır. Yəni belə fəallıq, hərəkət olan yerdə bilin ki, bu bizim əsas mərhələmiz deməkdir. Bu da belə. Bu bizim əsas mərhələmiz. İndi gəldik sonuncu mərhələmizə. Sonuncu mərhələmiz isə müəllimlər artıq tamamlayıcı mərhələdir. Hansı ki, tamamlayıcı mərhələdə artıq uşaqlarımız nə edəcək? Artıq tamamlayıcı mərhələ özündə tamamlanmağı göstərir. Yəni, tamamlanmaq da nə deməkdir? Yəni, artıq burada bizim uşaqlarımız yavaş-yavaş, o necə deyərlər, hərəkətlərdən, o fəallıqdan yavaş-yavaş orqanizmini, necə deyərlər, o artıq yavaş-yavaş bərpa edir. Məsəl üçün, necə ki, biz birdən-birə uşağı qaçırtmırıq, birdən-birə onu jimnastik skamyanın üstündə qaçırtmırıq. Eləcə də az hərəkətli oyunlarda da, yəni tamamlayıcı mərhələdə də biz uşağı birdən-birə dayandırmırıq. Niyə görə? Çünki birdən-birə dayandırsaq, o artıq uşağın sağlamlığına mənfi təsir edər. Onun əvəzinə nə edirik? Uşağı yavaş-yavaş artıq onu o fəaliyyətdən yavaş-yavaş hərəkətləri sonlandırıb uşağın nəfəsini, nəfəs alıb verməsini, tənəffüsünü bərpa edirik. Aydın oldu mu? Yəni, artıq uşaqda fiziki fəallığın nizamlanması bizim tamamlayıcı mərhələmizdədir. Və tamamlayıcı mərhələnin məqsədi uşağın daha çox, necə deyərlər, o sağlamlıq cəhətdən, dinamik mərhələdən addım-addım fiziki şəkildə fəallığını nizamlayaraq onu əvvəlki vəziyyətinə qaytarmaqdır. Bu belə. Tamamlayıcı mərhələdə az hərəkətli oyundan, yəni günəş oyunundan istifadə edilir və burada da əsas məqsəd izah verir. Fiziki mədəniyyət məşğələsinin dinamikasını izləmək çox vacibdir. Bu həm sağlamlıq, həm də uşaqlarda davranışı idarə etmə baxımından səmərəlidir. Uşaq passiv vəziyyətdən kəskin aktiv vəziyyətə keçməməli və yaxud tam tərsinə intensiv hərəkətdən sonra dərhal dayanmamalıdır. Yəni, mən dediklərimi elmi dildə burada qeyd edir. Uşaq orqanizmi bütün fəaliyyət dəyişikliklərinə hazırlanmalıdır. Uşaqların tənəffüsünün bərpa olunması, fiziki fəallığının nizamlanması tamamlayıcı mərhələdə özünü göstərir. Burada da artıq fiziki mədəniyyətin sonluğudur, refleksiv sual nümunələridir. Sonda da uşaqların inkişafın izlənilməsi, qiymətləndirilməsinin aparılmasıdır. Bu da belə. Bir də müəllimlər, burada yazılmayıb, amma 2023-cü ildə imtahanda düşən məqamlarda qeyd edəcəm sizə indi. Burada da nəticə olaraq verir ki, fiziki mədəniyyət məşğələsinin əsas məqsədi uşaqların bədən əzələləri, böyük motorikası, hərəki bacarıqlarının inkişafı, bu məşğələ vəhşi heyvanlar haqqında məlumat verməyə və yaxud tək və cüt anlayışların izahına həsr olunmur. Digər məşğələlərdən əldə olunan nəzəri biliklərin burada fəaliyyət, oyun və tapşırıq üçün istifadə edilir. Nəticədə uşaqların bilikləri dolayısı yolla təkrarlanır və möhkəmlənir. Yəni, deyir ki, fiziki mədəniyyətin məqsədi nə? Uşaqlara heyvanlar haqqında məlumat vermək deyil. Nə də uşaqlara tək və cüt anlayış haqqında məlumat vermək deyil. Fiziki mədəniyyətin məqsədi uşaqların daha çox bədən cəhətdən inkişaf etməsi və möhkəmlənməsidir, deyir. Sadəcə olaraq deyir, biz burada əgər heyvanlardan və yaxud da fəaliyyətlərdən istifadə ediriksə, bu məşğələ vasitəsilə dolayısı yolla deyir, uşaqların bu biliklərinin də təkrarlanıb möhkəmlənməsi deməkdir. Amma əsas məqsədi demək deyil, deyir. Bu da belə. Bir də fiziki mədəniyyətdə bizim uşaqlara prinsiplərimiz var. Məsəl üçün, fərdi yanaşma prinsipi var, müntəzəmlilik prinsipi var.
tədricilik prinsipi var. Bu prinsiplər nə deməkdir? Bir də fəallıq və şuurluluq prinsipi var. Birinci növbədə istəyirəm ki, sizə şuurluluq və fəallıq prinsipini izah edim. Şuurluluq və əslində ikinci PDF-imdədir. Sadəcə açmadım indi mən onu buradan. Amma atacağım sizə, baxarsınız orada qeyd olunubdur o PDF-imdə hamısı. Şuurluluq və fəallıq prinsipi nə deməkdir? Deyir ki, bu prinsip uşaqlara fiziki fəaliyyətin, yəni məsəl üçün uşaq bir fiziki fəaliyyətlə məşğul olursa, onu dərk edərək məşğul olmalıdır. Yəni şuurlu şəkildə dərk edərək o tapşırığın məzmununu, mahiyyətini, zəruriliyini və əhəmiyyətini dərk edərək yerinə yetirməlidir. Yəni şuurlu formada. Bir var mən bir hərəkəti edim, amma mahiyyətini bilməyim. Məsəl üçün bir mövzunu öyrənirəm bir müəllimə kimi. Elə sadəcə mexaniki olaraq əzbərləyirəm. Bu demək deyil ki, mən o mövzunu bilirəm. Sadəcə əzbərləmişəm də, yəni o mənim yaddaşımda sadəcə bir mövzu kimi qalıb. Amma mənə gəl onun mahiyyəti ilə bağlı sual ver, mən danışa bilməyəcəm. Niyə görə? Çünki mən onu şuurlu şəkildə öyrənməmişəm. Sadəcə eləcə əzbər eləmişəm. Baxın, uşaqlar da belədir. Yəni fiziki tərbiyənin, fiziki mədəniyyətin bu prinsipi tələb edir ki, uşaq elədiyi tapşırığın məzmununu, mahiyyətini, əhəmiyyətini dərk etsin. Bu artıq nə adlanacaq? Şuurluluq və fəallılıq. Yəni şuurluluq və fəallılıq deyir ki, fiziki fəaliyyət, fiziki mədəniyyət bir növ uşağın şuurlu şəkildə fiziki fəaliyyətlərlə məşğul olması deməkdir. Bu artıq şuurluluq və fəallıqdır. Bir də var müvafiqlik prinsipi. Müvafiqlik adından da məlumdur. Müvafiq. Yəni burada mən artıq uşağın yaşını, fiziki səviyyəsini, anlaq səviyyəsini nəzərə almalıyam. Uşağa müvafiq tapşırıqlar verməliyəm. Yaşına, gücünə uyğun tapşırıqlar verməliyəm. Mən tutub da 3-4 yaşındakı uşağa ipdən tullanma, cüt ayaq üzərində, 2 ayaq üzərində ipdən tullanma tapşırığını verməməliyəm. Onda mən hansı prinsipi pozuram? Müvafiqlik prinsipi. Bəli, müvafiqlik prinsipi. Müvafiqlik və varislik, bəli. Yəni qarışıq prinsiplərdən varislikdir. Fiziki mədəniyyətin öz prinsiplərindən isə müvafiqlikdir ki, mən artıq burada uşağın yaşına, gücünə uyğun tapşırıq vermədim. Bu da ümid edirəm ki, sizlərə aydın oldu. Yəni müvafiqlik də bu şəkildə yadınızda qalsın. Növbəti prinsipimiz fərdi yanaşmadır. Fərdi yanaşma da çox asandır. Yəni tərbiyəçi uşaqların müxtəlifliyini, fərdiyyətini nəzərə almalı. Bir növ həm tərbiyəçi, həm də bir növ evladı ilə evdə valideyn də uşaqlara fərdi yanaşaraq burada yaxşı bir nəticə əldə edə bilər. Müntəzəmlilik var. Müntəzəmlik də nə deməkdir? Məşğələnin ardıcıl aparılması. Uşaqlarda rabitəli sinirə, bacarığa, vərdişə yiyələnmə. Yəni biz müntəzəm şəkildə məşğələnin tutaq ki, deyirəm, hazırlayıcı mərhələsində, əsas mərhələsində, tamamlayıcı mərhələsində müntəzəm, ardıcıl şəkildə aparmalıyıq. Deməli, müntəzəmlik ardıcıllıq deməkdir. Bir də var tədricilik. Tədricilik prinsipi isə tələb edir ki, biz sadədən mürəkkəbə doğru tapşırıqları çətinləşdirək. Əvvəlcə sadə, sonra get-gedə çətin fəaliyyətlər uşaqlara tətbiq etdirək. Buna da deyirik tədricilik prinsipi. Bir də fiziki tərbiyənin metodları var. Əyani metod var, şifahi metod var, praktik metod var. Əyani metod daha çox görmə, bilirsiniz də, görmə əsasında olur. Yəni burada biz fiziki hərəkətləri nümayiş etdirməklə, göstərməklə, imitasiya ilə, əyani vəsaitlərin köməyi ilə uşaqlara öyrədirik. Məsəl üçün, burada birinci növbədə fiziki təmrinlərin nümayişidir. Yəni fiziki təmrinlər nədir? Yəni fiziki hərəkətlərin, belə deyək, hərəkətlərin uşaqlara əvvəlcə əyani olaraq göstərilməsi, daha sonra uşaqlar düzgün tətbiq edərək təkrar edirlər. Birinci növbədə bu. İkinci növbədə əyani vəsait, məsəl üçün kəndiri görüb sallanır, topu görüb tullanır. İmitasiya, dovşanı, şiri, meymunu təqlid edir. Bir də kömək hərəkətləri icra edərkən müəllimə və yaxud təcrübəli birindən kömək görmə, kömək alma. Bu da əyani metodun içərisində yer alacaq. Şifahi metodda eşitmədir, yəni uşaq eşidərək, məsəl üçün hərəkətlərin adlandırılması, uşaqların
birinci növbədə bu şifahi metoduna daxildir. Sonra təsvir edirəm. Yəni təsvir nə deməkdir? Hərəkətin sözlə izahı. Daha sonra izah qısa, dəqiq və emosional olmalıdır. Aydınlaşdırma məsəl üçün uşaq bir nöqsan edir. Həmin o nöqsanı zamanı mən onu aydınlaşdırıram ki, uşağa artıq o aydın olsun. Göstəriş vermək, artıq məsəl üçün hərəkətləri öyrətmək və artıq demək ki, indi sən et. Artıq göstəriş verirəm. Sərəncam isə hərəkətin icrasını aydınlaşdırmadan artıq aydınlaşdırdıqdan sonra komanda verirəm. Deyirəm, indi et. Artıq sərəncam. Deyirəm, yəni etməlisən. Bu artıq şifahi metoddadır. Praktik metodda isə artıq uşaqlar təmrinləri, yəni hərəkətləri təkrarlayır. Daha sonra oyun metodu vasitəsilə uşaqlar artıq oyunları, daha doğrusu hərəkətləri oyunvari formada yerinə yetirir. Yarış metodu dəqiq və bir növ uşaqlarda artıq yarış vasitəsilə biz praktik metodu yerinə yetirmiş oluruq. Bir də biz bütün metodları qarşılıqlı formada, bir-biri ilə əlaqəli formada həyata keçirməliyik. Bu da artıq oldu bizim fiziki mədəniyyətdə istifadə olunan şifahi, praktik və əyani metodlarımız. Hamısını dedim ki, sabah artıq imtahanda düşsə hamısı haqqında məlumatınız olsun. Əyani metod daha çox görərək, şifahi metod daha çox eşidərək, praktik metod isə bilirsiniz, Vakonun kinestetik fəaliyyətlərinə əsasən daha çox hərəkət edərək uşaqlarda formalaşdırılacaq müəllimlər. Bu belə, bu bizim bugünkü fiziki mədəniyyət məşğələmiz. İndi nə sualınız varsa verin, hamısını aydınlaşdıraq. Əgər suallarınız varsa verə bilərsiniz. Varmı suallarınız? Hər bir məqamı dedim. Hə, deyin. Aha. Necə verilib ki? O ümumi təlim nəticəsi kimi götürülə bilər. Bəli, yəni metodik vəsait məktəbə hazırlıq qrupunun o Google-da da yer alır ondan. Müəllimə, o ümumi təlim nəticələrinə aiddir. Orada təlim nəticəsi deyil axı. Başlanğıcda veriləni deyirsiniz, görəsən. Qoyun bir dənə tapım. Aha, qoyun açılsın deyəcəm, nə deyirsiniz. Bəli, bəli. O artıq dəqiq formada qeyd olunur. Hə, yox. Yanlışa yol vermişsiniz. O artıq yanlışdır. Yəni elə olmamalıdır, dəqiq formada. Çünki o illik plana əsasəndir və ümumi təlim nəticələrinə əsasəndir. Siz isə cari planda artıq onu dəqiq bir formada qeyd etməlisiniz ki, hansı resursdur, hansı avadanlıqdır, uşaq bugün hansı hərəkəti yerinə yetirəcək, nəyə əsasən yerinə yetirəcək, onlar artıq dəqiq formada qeyd olunmalıdır. Aha. Bənzəyir, amma baxın, belə bir fərqini də deyim, elə yaxşı vurğuladınız, yaxşı yadıma saldınız. Baxın, hazırlayıcı mərhələdə motivasiyanın uyğun gəlir. Çünki burada da biz uşağı maraqlandırırıq, cəlb edirik, yavaş-yavaş hazırlayırıq. Motivasiyada da belədir. Və əsas mərhələ ilə amma dərk etmənin arasında biraz fərq var. Necə? Əsas mərhələ daha çox tətbiq etməyə çox bənzəyir. Çünki daha çox hərəkətlər hardadır bizdə? Tətbiq etmədədir. Düzdürmü? Amma burada isə fiziki mədəniyyətdə isə əsas mərhələdədir. Yəni əsas mərhələ dərk etməklə əsas fərqi budur ki, əsas mərhələdə uşaqlar daha çox fəaliyyətə yönəlik, daha çox oyun, yarışa keçid edirlərsə, bizim idraki məşğələlərin dərk etmə mərhələsində isə daha çox hələ yeni mövzu izahı ilə tanış olur, fikir mübadiləsi aparır, yeni bilik və bacarığa yiyələnir. Amma
hazırlayıcı, daha doğrusu tamamlayıcı mərhələ ilə tətbiq etmə mərhələsi isə belə fərqlənir ki, tətbiq etmədə uşaqlar daha çox hərəki fəallıq göstərir. Hansı ki, idraki məşğələlərin tətbiq etməsini deyirəm. Yəni, orada uşaqlar belə deyək, rollu oyun, səhnələşdirmə, boyama, kəsmə, yapışdırma, quraşdırma artıq tətbiq edir. Öyrənib dərk etmədə. İndi artıq tətbiq etmədə nə edir? Onu tətbiq edir. Amma buradakı fiziki mədəniyyətin tamamlayıcı mərhələsində isə uşaq artıq yavaş-yavaş sakitləşir. Yəni, uşaq artıq o intensiv hərəkətlərdən, dinamik hərəkətlərdən yavaş-yavaş nə edir? Sakitləşməyə və artıq fiziki fəallığının nizamlanmasına keçid etmiş olur. Yəni, belə bir fərqləri var. Onu da indi testlərimiz olacaq, orada daha yaxşı izah edəcəm sizə. Hansı ki, o testlərdə sizin üçün daha aydın olacaqdır. Siz sağ olun. Bu formada müəllimlər, sualınız varmı? Bu formada yadınızda qalsın. Tamam. Sualınız yoxdursa, indi mən bunu YouTube üzərindən yerləşdirəcəm. Oradan baxarsınız. İnşallah ki, gələn dərsimizdə də indi YouTube-a yerləşdirəcəm cümləmizin. Müəllimlər, ümid edirəm aydın oldu sizin üçün. Çətinliyiniz olmadı? Əla. Tamam. Onda inşallah ki, YouTube üzərindən də təkrar baxarsınız, qeydlərinizi götürərsiniz. 5-ci gündə inşallah sual-cavab ya da test edək. Test üzərində möhkəmləndirək. 1-ci gün sual-cavab edərəm. 5-ci gün test edərik. 1-ci gündə inşallah ki, sual-cavabla möhkəmləndirərik. Oldu. Onda gecəniz xeyrə qalsın. Özünüzdən müğayət olun. Görüşərik. Siz sağ olun. Cümləmizə. Xeyrə qarşı görüşərik.